Bakıxanov qəsəbəsində elə bir yerdə 4 otaqlı mənzilimiz satışa çıxıb ki, məncə yəni buranı videoda göstərəcəm. Bakıxanov sakinlərinin hamısı tanıyır. Tam mərkəzdə. Palas Şadlıq Sarayı ilə üzbəüz. İcra Hakimiyyətinin arxası, McDonald's'un yanında 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsi. Dayandığım hissə mənzilin zalı dostlar. Bir də onu qeyd edeyim ki, mənzildə gördüyünüz bütün əşyalar satış zamanı mənzildə saxlanılacaq. Təmiri gir-yaşa vəziyyətdədir. Yəni bugün belə deyim də köçüb yaşamaq mümkündür. Tam əşyalı vəziyyətdə satılır. Televizor, divan, kreslo, bütün yəni nə görürsünüzsə əşyalar hamısı qalacaq. Zalın kvadratı hardasa belə deyim də dostlar, 25 kvadrat metr ölçüləri var. Bura mənzilin xol hissəsidir, qapıdan giriş hissəsidir. Burada növbəti otağımız, bizdən operatorumuz keçsin göstərsin, zəhmət olmasın. Leningrad proyekti, 9 mərtəbəli binanın 8-ci mərtəbəsi. Tam əşyalı, mənzilin qazı, işığı, suyu daimidir, stil sistemi, dövlət stil sistemidir. Yataq otağının daxilindən eyvana çıxışı da var, əziz dostlar. Açıq qatı, belə deyil də, yataq otağını bir qədər də böyütmək mümkündür. Qolu taxtadır, aboylar qaydasında səliqəli vəziyyətdə olan bir mənzil. Xol hissəsi də olduqca genişdir dostlar, belə bir kənardan göstərsin operatorumuz. Burada növbəti bir yataq otağımız, burada da eyvan hissəsi açılıb qatılıb, pəncərələr plastikdir, stil sistemi, radiatorları gördüyünüz kimi yerində, stil sistemi mərkəzidir, geniş hardasa zal qədər, zalın ölçüləri qədər belə geniş bir ölçülərə sahib olan yataq otağımız var. 96 nömrəli məktəbə tərəf baxır. Qapılar da normaldır, yəni pis deyil. Burada belə deyim də, dəyərli izləyicilərim, kim istəsə aboyları zad dəyişir, yəni evi daha da təmirini, qaydasını salmaq mümkündür. Abo işləri görmək olar. Mətbəx. Bura mənzilin mətbəxtidir. Əşyalar hamısı qalacaq, paltarlayan maşını, bu mətbəx mebeli, soyuducusudur. Bir dənə qardaşım soyuducunu da götürür, zəhmət olmasın. Və soyuducudur, burada eyvan hissəsi. Olub, açılıb, qatılıb, mətbəximiz də olduqca genişdir. Yəni, mətbəxdə aid nə əşya varsa, dostlar, hamısı qalacaq. Otaqlarda da olan əşyalar hamısı qalır. O mətbəx tam əşyalıdır. Aspiratordur, qazıdır, mətbəx mebeli. Yəni, tam əşyalı vəziyyətdə. Alıb kirayə də vermək olar, dostlar. Alıb yaşamaq da olar, yüngül kosmetik işlər görmək olar. Burada, dostlar, otağın birini göstərən biləcəyim. Yəni, ev sahibinin şəxsi əşyaları var deyə otağın birini göstərən biləcəyim. Qapısı bağlıdır. Kvadratını deyə bilərəm. Otağı bağlı olan otaq hardasa 20 kvadrata yaxın ölçülərə sahib olan yataq otağı var. Sanuzel sanitar qovşaq gördüyünüz kimi təmir qaydasındadır. Mənzilin qiyməti çox münasibdir. 96 nömrəli məktəbin yanı, icra hakimiyyətinin arxası, Neftçilər metro stansiyasına 6-7 dəqiqəlik məsafəsi var. Bina artıq videoda göstərmişəm. Bina tam mərkəzi yolun üstündə yerləşir. McDonald's'un arxası. Dostlar, mənzilin qiyməti bugünkü gün, yəni indiki bazar üçün həqiqətən çox münasibdir. Əşyalarla birlikdə təmiri olduqca yəni sərgəli vəziyyətdədir. Müəyyən qismən yəni işlər görmək olar, kosmetik işlər, aboy falan kim istəsə zövqünə görə dəyişə bilər. Sənədlər tam qaydasında mənzilimiz ipotekiyada yarayır. Dostlar, qiymət 240 min manatla satışa qoyulub. Real alıcı olarsa qiymətdə razılaşmaq mümkündür. Əziz dostlar, videomuzu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi də unutmayın. Çox sağ olun, var olun.